Salam, mən Fidan. Bugün sizlə birlikdə günlük makyaj rutinimi sizinlə bölüşəcəm. Normalda mən vloglarımda makyajımı göstərirəm. Yəni makyaj edərkən videoya çəkirəm. Amma heç vaxt detaylı göstərmirəm. Yəni göstərirəm əslində belə nə işlədirəm, nə hansı sırayan olur falan. Amma belə detaylı bir video halında heç vaxt çəkməmişdim. Yorumlarda çox dəşək gəldi ki, nolar makyaj rutinini daha detaylı göstər falan filan. Mən də keçən videolarımın hansında demişdim ki, makyaj vlogu çəkəcəm belə uzun və detaylı. İstəyirsinizmi? O da o qədər istəyə gəldi ki, çək falan dedilər və mən dedim ki, niyə bunu sizinlə bir yerə çəkməyim? Ona görə bu günləri makyaj rutinini çəkəcəyik. Onda videoya keçək. Deməli bu günləri mənim normal makyajım, yəni vloglarda falan gördüyünüz bu tiplərdə olur. Pinterestdən də şəklini tapmışam. Makyaja eləməzdən əvvəl üzümdə baxım eləyirəmmi? Video arxasında təbii ki, həmişə makyaj baxım eləyirəm. Yəni videoyu göstərməsəm belə. Məsələn, makyajın əvvəl mənə görə ən lazımlı şey üzünüzdə əvvəlki qalan makyajı çıxarmaqdır. Yəni mən də bunu Garnier'in bu makyaj təmizləmə suyu ilə bunu eləyirəm. Başqa da ki, yəni üzünüzü yaxşı nəmləndirmək lazımdır. Günəşdən qorumaq, günəş kremi. Bunun üçün çox şey lazımdır. Yəni belə deyim, mənim əlimdə əslində elə də qeyri-adi məhsullar yoxdur. Çoxunu tanıdığınız və bildiyiniz markalardan alıram. Faberlic olsun, Essence olsun. Yəni belə böyük markalardan nə ki almıram. Amma əgər alsam onu sizlərlə bir yerdə bölüşərəm yəni. Onda indi ən birinci üzümdə qalan dediyim kimi makyajı təmizləməklə başlayacağıq. Mənim üzümdə bir dəqiqə makyaj yoxdur. Yəni siz nə qədər üzünüzdə makyaj yoxdur deyib makyajı başlasanız da, əvvəlki makyajın qalıqları həmişə mütləq olur. Təmizləsəniz də, yəni onu deyim mən sizə. Ona görə əminci makyajımın üzümdə qalan nə varsa onu təmizləməklə başlayacağam. Onda bir də tokalar taxacam belə. Bunları taxacam. Bunları da taxa bilərəm əslində belə. Baxın bir dənə görüm hansı daha rahat olsa. Onda bu qalsın. Bunlar elə yaxşıdır. Normalde deyirdim o birisini taxaram. Belə oldu. İndi üzümdə qalan makyaj təmizləmə pambığı ilə çıxardacağam. Bilmirəm bu video siz saracaqmı falan. Yəni sadəcə çəkirəm. Çünki yorumlarda istəyənlər vardı nə qədər olmasa da. Fikir bildirənlər, fikirlərinizi nəzərə alıram. Hər yorumu oxuyuram, hər yorumu bəyənirəm bu arada. İndi makyaj təmizləmə suyunu belə aldım. Makyajımı yanıma belə balaca güzgüdən aldım. Normalde makyaj otağımın ışığı ilə çəkirəm. Əlimi belə güzgüdə alıram ki, buradan baxıb silim. Makyaj təmizlənmə pambığı belədir, bu formadadır və bu o qədər də mənə məmnun etmir. Hara getdiyimi soruşmayın, heç yerə getmirəm. Sadəcə makyaj vlogu çəkmək üçün belə köynə geyindim. Kombinimi də göstərirəm bu arada sizin üçün. Birdən soruşan və maraqlananlar olar deyə. Belə makyajım olsun üzümdə. Baxın birazcık bir şey var, yəni çox az. Yəni bunu çıxartdım. İndi əlinizi, üzünüzü yaxşıca yuyun və gəlin. Makyajın alt hissəsindən başlayıram. Yəni makyajın baxım hissəsi sayılır əslində bura. Belə üzümü nəmləndirəcəm. Üstlərində də yox, birinci günəş kremi vuracam, sonra da nəmləndirəcəm. Bunun ikisinin hərdə sırasını dəqiq bilmirəm. Ona görə yəni ürəkdən, kafadan necə gəldi edirəm yəni. Ona görə birini nəmləndirəcəm. Hətta ikisini bir yerdə bəlkə vurum. Şu an elə eləmək ağlıma gəldi. Günəş kremi, bu kremi vuracam birinci. Bu yaxşı nəmləndirir. Bu arada mənim 17 yaşım olacaq, onu da deyim. 16 olubdu, 17 olacaq inşallah. Gələn il. Belə. Sonra da günəş kremi də budur. İkisi də Faberlic məhsuludur bu arada, bunları da belə göstərim. Burada kesin də böyle günəş kremini az istifadə eləmişəm, yorumlar yazıblar. Günəş kremi elə bir sıvıdadır ki, çox belə şeydir. Siz necə az sürsən belə dəhşətli yağlıdır. Belə deyim. Bu ikisini belə götürdüm. İndi yəni makyajımızın belə baxım hissəsini bitirdim. Keçdik concealer və tonal hissəsinə. Tonalım heç vaxt dəyişmir. Mən həmişə bu tonala istifadə edirəm və çox məmnunam bundan yəni. Concealerım da budur, Essence'in və bunu mən bu il kəşf eləmişəm və çox bəyənmişəm. Sadəcə mənimki biraz tünd tonludur. Amma olsun yayda və qaralacam. Sadəcə olaraq bunun alanda mən bir ton açığını istifadə edirdim. O da yəni o daha yaxşıdır mənim üçün. İndi concealerımızı vuracağıq əmindir. Concealerımı göz altlarıma vururam mən ən çox. Üzümdə başqa yerə concealer istifadə eləmirəm.
Yəni istifadə edirəm, gözəl sarılar istifadə edirəm. Baxın göz altlarıma belə. Sonra alnımda olan ləkə yerlərindən istifadə edirəm. Bir də keçən dəfə yorumlarıma şey yazıbdılar. Qını cı kimi tələffüz edirsən, yoxsa belə əslində ona mən fikir vermirəm. Yəni bilmirəm. Necə deyim, düşünərək danışıram, amma tərzinə, tələffüzünə falan düşünərək fikir vermirəm yəni. Yəni konsileri belə. Buraları istifadə edirəm belə. Burun kənarlarıma, göz altlarıma, alnımda ləkələrə, alnımda ləkələrə, çənəmdə bəzi bir-iki nöqtə sızanaq, onların üzərinə istifadə edirəm. Konsiler belə. Bir də tanal istifadə edirəm və tanalda mən konsilerdən bir yerdə istifadə edirəm. Yəni konsiler yayıb sonra tanala keçmirəm. Tanalı belə. Biraz göz altlarıma istifadə edirəm çünki bunun rəngi biraz tündür. Sonra alnıma, qaşımın arasına vururam, burun kənarıma. Bir də dodağın bu hissələri var ya, o rəng mənim xoşuma gəlmir. Ona görə bura istifadə edirəm və çənəyə. Yəni belə. Və çox az istifadə edirəm tanalı, belə bol o ASMR videoları olur, tanalı belə yayırlar, bilmirəm bilirsiniz ya, yox. Onlar kimi istifadə edəmirəm, yəni tanalı belə istifadə edirəm. Bir də bilmirəm, təzə spons atılımını eləməyim. Şu an bu hissədə qaldım, yəni tanal, normalda sponsum var mənim. Göstərim bir deyil. Sponsum belədir, mənim kəsiyim. Mən belə sponslardan belə çox yox, amma belə kəsik olanlarda daha çox xoşum gəlir. Nəticədə sponsumdan davam edəcəm, risk atamam, yəni o yumuşaq da ola bilər, bəlkə çıxa bilər, ona görə. İndi tanalımı yayacağam. Və tanalı belə yaydım, konsileri da belə yaydım. Yəni ikisinin qarışımı belə olur. Yəni məncə parlaq bir cilt əldə eləmiş oluruq. İndi pudraya keçdik. Pudra deməli mən sizə indi göstərəcəm. Deyəcəm. Baxın bu Rival'ın ət rəngi olan pudrasıdır. Bir də mənim evdə ağ rəngdə Wet n Wild'ın pudrası var. Bu anamındır. Mən bunu anam gramajına verir. Yəni çünki çox verim, çox istifadə edirəm mən ağ pudra. Ağ pudrada necə deyim, yaşınızdan biraz böyük görsəməyə meyillidir. Amma necə deyim, ağ pudra bir sizə kimi qalır. Əsl make-up artistlərin istifadə elədiyi kimi. Bu isə benim öz dərinizin rəngində olur falan, ona uyğunlaşır. Amma mən ağ pudra istifadə eləmək daha çox sevirəm. Ona görə ağ pudra istifadə edəcəm indi də. Ağ pudranı da bu sponsdan yayıram. Bu sponsu da onsuz da Temu'dan almışam belə. Qaşlarını özüm düzmüşəm belə. İndi bunu belə əlim sponsuma alıram. Bu qədər. Sonra bunu göz altıma. Bu bilsiz nə eləyir? Baking eləyir, baking. Baking eləyir ki, sizin makyajınız gözünüzün altında məsələn qat-qat qalmasın, xət-xət qalmasın. Tanal olur belə qırışır və gözünüzün altında pis qalır, elə qalmamasına kömək edir. Belə burun kənarıma istifadə edirəm. Bir də göz qapağımın üstünə keçirdirəm sadəcə. Biraz da çənə xəttimə. Yəni bu qədər. Pudrada yaymayacağam indi, yəni o pudra üzündə hələ ki qalacaq, biraz oturacaq. Çünki ondan əvvəl biz ənlik istifadə edəcəyik. Deməli ənlik mən bunu istifadə edirəm, amma normalda esensin çəkim bura qoyacağam. Esensin bu ənliyi istifadə edirəm. Şu anda o ənlik siz nədir? Bitib. Yəni o ənlik şu anda yoxdur. Adaya veda edən ilk ənliyim olubdu. Yəni ilk dəfədir ki bir ənliyi bu qədər dibinə qədər qurtarmışam. Belə. Çox qəşəng, yəni içində highlighter falan da var. Yəni bu ənlik bitib. İndi ona görə bu ənlikdən istifadə edəcəyik. Bu da bilmirəm dostumun ad günümə hədiyyə elədiyi ənlikdir, amma xoşum gəlir, yəni pis deyil. Onu da belə bir fırça ilə yayacağıq. Prosta ənliyi biraz tadını kaçırmamaq lazımdır. Mən biraz çox ənlik istifadə edirəm. O da dozasını bilmirəm, yəni. Ənliyi də buradan istifadə edirik yanaqlarımıza. Və bilirsiniz də vurun, gülün. Güləndə yanağımızın şişdiyi hissə var ya bu. Bura ənlik istifadə edin. Çox oldu görən. Uçsaq kan. İşığı tutmağa çalışıram şu an. Hardan daha yaxşı vurur. Ənliklə işim bitdi. Bir də burun kontürü
soruşursunuz. Mən heç vaxt bunu kontrol eləməmişəm. Bir dəfə vloqumda eləmişdim. Makyaj masamda nə var videosuydu. Şu anda o video gizlidədir. Gizli deyilsə də bilmirəm, linkini qoyaram. O videoda burun kontrolümü soruşmuşsunuz. Bundan eləmişdim. Bunun da bu tünd hissəsi mənə açıqdır. Yəni tünd deyil, çıxdı. İndi bilmirəm, eləyim, eləməyim. TikTok'da bir dənə qız var deyə, tamam da kanka, nə alaka? Ona deyən qızın burun kontürü var deyə, indi onu eləyəcək, qalacam belə. İndi bilmirəm, eləyim, eləməyim. Mənim haram yaraşır burun kontürü. Estetik elətdirsəm okeydir, prosta indi bilmirəm. Baxın, burnuma belə yumru çəkdim. Yəni, bilmirəm. İşte. Xoş, onsuz eləməyi sevmirəm belə şeylər. Yəni, heç eləmirəm də onsuz da normal həyatımda da. Sadəcə günlük makyajdan çıxdıq biraz. Keçici toy makyajına. Açını bu açı ilə dəyişdirdim. Bilmirəm indi. Belə daha yaxşı olduğunu düşünürəm. İndi deməli, burun kontürümü çox azlıq elədim. Çox azcıq. İndi burun kontürünün arxası ağdır. O ağından da bilsin nə edəcəm. Burnumun ortasına belə bir xət qoyacağam. Bir də bu araya. Yəni belə. İndi inşallah onu yayacağıq. İnşallah. Fırça ilə yayacağım. Belə bir fırça. Bilmirəm artıq nə qədər elə bildimsə o qədər də elədim. İndi isə keçsək highlighter. Highlighterım budur. Wet n Wild'in bu highlighterını istifadə edirəm. Bu da çox qəşəngdir və çox parlaqdır. Yəni görün burada indi bilinəcək. Məncə bayağı bilinir bu arada. Highlighter fırçam da budur, yəni bundan istifadə edirəm. Ölüb. Bir dəqiqə. Onsa işıqda görsəniz birazdan bu tərəfdə bilmirəm. Bir də mənim belə bir highlighter fırçam var. Bununla da burnumun ortasına göz kənarıma. Bu işimiz bitdi. İndi bu biz nə edəcəyik biz? Bayaqdan yaymadığımız pudranı yayacağıq. Bununla qaşlarımı belə darayıram. Belə. İndi keçdik kiprik hissəsi. Makyajımın kiprik hissəsi mənim üçün çox önəmlidir. Çünki hər şeyi ən çox kipriklə bəlirləyir. Kipriyimə Essence'in bu maskarasını istifadə edirəm. Bir də mən Faberlic'in bu maskarasını istifadə edirəm. Bunun fırçası çox mükəmməldir. Yəni kipriklərimə də yəni xoşum gəlir. İndi bu ikisini istifadə edəcəm. Əmin kipriklərimi qıvırıram. Kipriyimi qıvırdım. İndi maskara. Maskara olaraq biriniz bunu açırsınız. Deməli. Bunu açdınız. Sonra bunu açırsınız. İndi sizə adını olduğumu göstərəcəm. Sonra bunun içinə, bunun Faberlic'in fırçasını salarsınız. Çünki bunun fırçası çox mükəmməldir. İndi Essence'in fırçası ilə, öz fırçası ilə sizə alt kipriklərimi keçəcəm. Çünki alt kipriklər onsuz da çox da bir adi deyil yəni. Kipriklərim biraz bitdi yəni. İndi keçəcəm bu tərəfə yeyəcəm. Bu tərəf quruyana kimi. Quruyandan sonra kipriyimi bir də qıvırıb üstündən Essence'in öz fırçası ilə üst kipriklərimi keçəcəm. Onu bu tərəfə eləyim, gəlim. Və bu tərəfdəki kipriyim bitdi. İndi keçəcəm bu tərəfdəki kipriklərin üstündən keçməyə. Yenə kipriyimi qıracağım. Normalda deyirlər ki, kipriyi qırdıqdan sonra üzərindən tuş sürürsünüz, sonra qıvırmayın. Çünki kipriklər qırılır. Amma mən neçə vaxtı bunu edirəm və heç vaxtda heç bir şey olmuyor. Düzdür, qırılıb bir dəfə, amma bir dəfə heç olmaz. İndi bir dəfə kökdən qırılacaq və mən peşman olacağam. Mən makyajlarımda liner istifadə eləmək sevmirəm bu arada. Yəni liner çəkə bilmirəm və cəhd eləmirəm ki, pozlar deyə. Onun yerinə Faberlic'də mənim belə bir göz karandaşım var, qara. Mən bu göz karandaşı ilə belə liner effekti verirəm. İndi sizə onu çəkib göstərəcəm. Baxın belə.
liner effekti verdim. Yine iyisini bu tarafa değeceğim. Yani liner'da böyle çektim, bitti yani güzgü bundan istifadə edim. İndi isə dodaq kombomuza keçdik. Dodağıma bu renkdə belə dodaq karandaşları istifadə etməyi daha çox sevirəm. Narıncı, yəni alt tonlu, baxın belə. Bu esensindir. Bunu göstəreyim. Bu 802-dir nömrəsi bunun. İndi isə mən bunu istifadə edəcəm. Dodaq kombomu sonra bu fırça ilə dodağın kənarlarını belə yayıram. Faberlikdən bu pomadan keçəcəm belə. İndi bunu da yaxın və gəl. Və son olaraq dodağıma bunu istifadə edəcəm. Bunu gloss kimi istifadə edəcəm. Belə bunu təzə almışam. Heç vaxt ağışıqda elədiyiniz makyaja ağışıqda baxmayım. Mən sarı işıqda baxmağı daha çox sevirəm. Yəni makyajım bitdi. Bu qədər idi yəni. Hər şeyi, hər detayı çəkdim. Yəni, əlavə heç bir şey eləmirəm mən. Yəni bundan əlavə makyajım yəni bu qədər olur mənim həmişə. Nə abartı, nə bir şey. Sadəcə abartı bu günə burun kontur kimi keçsəm, o heç bilinmir yəni. İndi sizə makyajımı daha yaxından belə göstərim. Çox bəyəndim. Bu arada dodağıma istifadə elədiyimdə göstərim buydu. Bayağı bəyəndim. Bu arada makyajımı bilmirəm. İndi tutmadı arası getmək. Kombini sizə göstərim indi. Baxın, kombinim buydu belə. Zərli bir köynə geymişdim. Altıma da belə bir şal var. Mən çox bəyəndim makyajımı bu arada. Makyaj masamın son halı belə oldu. Və canım, makyaj vlogumuzda bu qədər idi. Mən əynimi dəyişdim bu arada. Çünki bir yaxada TikTok çəkdim. Sonra TikTok çəkəndən sonra xatırladım ki, makyaj vlogu çəkirdim. Yəni nəysə, ona görə əynimi dəyişmiş oldum. İndi mən makyajımı bitirdim. Belə oldu. Yəni sadə makyajımdır, günlük makyajımdır. Hər birinizi çox-çox öpürəm. Ümid edirəm videomu bəyənərsiniz. Like atıb abunə olmağı unutmayın. Öpdüm. Bay bay.